Salam, axşamınız xeyir olsun. Bu günləri damarların təmizlənməsi, infarktın, insultun qarşısının alınması üçün təbii vasitələrdən istifadə kimi resepti sizinlə paylaşmaq istəyirəm. Çox insanlar infarktın, insultun qarşısının alınması və yaxud onun müalicəsi üçün, damarların təmizlənməsi üçün hər gün 7-8 tabletka qəbul edənlər də var, az-çox tabletkalardan istifadə edənlər də var. Lakin biz dərmandan kənar, kimyadan kənar, təbii vasitələrdən hazırlanmış sadə reseptlər vasitəsilə necə buna nail olmaq lazım olduğunu nəzərinizə çatdırmaq fikrindəyim. Ən sadə yollardan biri, ən sadə reseptlərdən biri Amerikada çox məşhur olan bir reseptdir. Bir xörək qaşığı zeytun yağı və limon şirəsinin qarışığı. Gündə bir xörək qaşığı içilir və hər gün bundan istifadə edilir. Damarlar təmiz qalır. İnfarktın, insultun qarşısı alınmış olur. Zeytun yağı ne deyə bilərsiniz ki, damarlarda müəyyən qədər qatlaşmaya səbəb olar. Onda bunu gözəl vasitə kimi kətan yağı ilə əvəz eləmək olar ki, bunun tərkibi omega 3-dən ibarətdir. Digər reseptdə var, bir qədər genişlənmiş formada, bir xörək qaşığı kətan yağı, bir stəkan malina buzlanmış formada da ola bilər və yaxud da albalı, 1-2 diş sarımsaq, yarım stəkan alma şirəsi və yaxud nar şirəsi qarışdırılır blenderdə, qurtum-qurtum içilir. Damarlar təmiz saxlanılır. Hamınıza can sağlığı arzulayıram. Sağlam olun. Sağlamlığınızın qayğısına qalın.